Səba Açıq Səhmdar Cəmiyyəti dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcunu ödəyib. Bununla da şirkətin dövlət qarşısında vergi borcu sıfırlanıb. Məlumata görə Səba yarım milyon manata yaxın yığılmış vergi borcunu 3 saylı ərazi vergilər idarəsinə ödəyib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Səbanın hazırda vergi borcu mövcud deyil. Xatırladaq ki, Səba Açıq Səhmdar Cəmiyyəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Əvvəllər şirkətin nizamnamə kapitalı 4,8 milyon manat olub, amma bu ilin yaz aylarında şirkət nizamnamə kapitalını 3 milyon 575 min 732 manata endirib. Beləliklə Səbanın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb. Eyni zamanda bu il Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Mehdiyev Elçin Akifoğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samiroğlu təyin olunub. Səbanın son günlərə qədər isə 484.612 manatadək vergi borcu mövcud olub. Məlumat üçün onu da bildirək ki, noyabrın 18-də Səbanın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İlkin məlumata görə yığıncaqda Səbanın yeni redaksiyada nizamnaməsi, direktorlar şurası, Qarabağ Taxıl və Biləsuvar Agro MMC-lərin Səbaya qoşulması və eləcə də dividendlərin elan edilməsi haqqında məsələlər müzakirə olunacaq.